Bismillahirrahmanirrahim və sallallahu ala Muhammedin və alihi tahirin. Əziz və hörmətli izləyicilər, xoş gördük sizləri yenidən sizin əvəzinizdən ziyarət edirik proqramında. Allahın salamı, rəhməti, məğfirəti və bərəkəti bu rəhmət və məğfirət dolu və bərəkət dolu olan ayda sizin üzərinizə olsun inşallah. Bildiyiniz kimi biz mübarək Ramazan ayındayıq. Bu ay aşiqlərin an gözlədiyi aydır. Aylarla aşiqlər bu ayı gözləyirlər ki, bu ayda öz məşuqlarına qovuşsunlar. Bu ay elə bir aydır ki, bundan öncəki aylarda Allah öz bəndəsini bu ay üçün hazırlayır. Bu aya o qədər əhəmiyyət verir ki, bəndələrini Rəcəb və Şaban aylarında bu mübarək aya hazırlayır ki, bu ayda öz istədiyi bütün xeyri, bütün bərəkəti, bütün rəhməti bəndələrinə şamil eləsin. Ona görə də bu aya deyirlər, Allahın ziyafət ayı, Allahın qonaqlıq ayı. Soruşa bilərsiniz ki, bu necə qonaqlıqdır? Qonaqlıqda məgər insan ac qalar, məgər insan susuz qalar? Adətən bizim bu dünyada gördüyümüz, təcrübə topladığımız qonaqlıq kəlməsindən başa düşdüyümüz məna budur ki, bizi bir yerə dəvət edirlər və o dəvətdə bizim üçün gözəl süfrələr açırlar. Gözəl yeməklər, şirniyyatlar, sular, hər bir şey bizim xidmətimizə qoyurlar. Amma bu necə qonaqlıqdır? Bu necə ziyafətdir ki, biz o qonaqlıqda bizə verilən şeylərdən məcburuq ki, uzaq qalaq, onlardan istifadə etməyək. Necə ki, Həzrəti Peyğəmbər hədisində buyurdu ki, du'itum fihi ila ziyafətillah. Ey cəmaat, bu ayda siz Allahın ziyafətinə, Allahın qonaqlığına dəvət olunmusunuz. Özlə dəvət olunmusunuz. Yəni, sizin üçün xüsusi dəvətnamə göndərilib. Ola bilər, bəzən qonaqlıq verilsin. Ümumi olaraq deyirlər, kim istəyir gəlsin qonaqlığa. Çağırılmamış qonaq kimi gedəsiniz. Orada xüsusi qonaqlar olsun, ümumi qonaqlar da olsun. Ola bilər, heç çağırılmayasınız. Xüsusi çağırılan qonaqlar olsun. Siz də çağırılmayan bir qonaq kimi gedəsiniz. Özünüzü orada necə hiss edəcəksiniz? Amma burada Peyğəmbər buyurur ki, Allah sizi öz ziyafətinə, öz qonaqlığına dəvət edir. Buyurun, gəlin. Du'itum fihi ila ziyafetillah ve cu'iltum fihi ila ahli kerametillah. Ve bu ayda siz Allah'ın keramet əhlindən qərar verilmişsiniz. Yaxşı, necə ziyafətdir? Bizi ziyafətə dəvət ediblər, gedirik ziyafətə, qonaqlığa dəvət olmuşuq, gedirik, amma görürük, heç nə yoxdur. Süfrə boşdur. Nə yemək, nə içmək, nə hər hansı başqa bir şey, heç nə. Bəli, Allahın ziyafəti bu ayda bizim bu dünyada başa düşdüyümüz ziyafətdən biraz fərqlidir. Bu xüsusi bir ziyafətdir. Bu Allahın məqamında deyilən ziyafətdir. Nədir bu ziyafət? Həmin o ziyafətdir ki, Peyğəmbər buyurur ki, bu ay rəhmət, bərəkət və məğfirət dolu bir aydır. Bu ayda rəhmət var. Allah öz rəhmət sifəti ilə sizə baxır. Öz rəhim və mərhəmət sifəti ilə sizə baxır. Qəzəb sifəti ilə sizə baxmır. Süfrə sərildi, Allahın ziyafəti açıldı.
Süfrəyə ilk olaraq bir şey gəldi. Nə? Rəhmət. Sonra nə? Məğfirət. Allahın bağışlanma ayıdır. Buyurur, ey insanlar, digər aylarda özünüzü bağışlatdıra bilməmişsinizsə, gəlin bu aya. Bu ay bağışlanma ayıdır. Bu ayda Allah məğfirət sifəti ilə, xüsusiyyəti ilə sizə baxır. Süfrədə ikinci nemət sərildi. Məğfirət, bağışlanma. Ayın adı da Ramazandır. Yandırandır. Nəyi yandırır? Günahları yandırır. Bəli, süfrəyə üçüncü bir təam gəlir. Onun adı bərəkətdir. Bərəkət, berkə kəlməsindən götürülüb. Berkə suyun bir yerdə yığılmağına deyilir. Bərəkətdə də Allahın bütün ruziləri bir yerdə yığılır. Ona görə ona deyilər bərəkət. Görürsünüz, böyüklərimiz həmişə bizə deyərdilər. Bala, Allah sənə bərəkətli ömür versin. Ola bilər bizim üçün uzun ömür arzulasınlar, müvəffəqiyyət arzulasınlar, ruzi arzulasınlar. Amma bəzən deyirlər, Allah sənə bərəkət versin, bala. Allah sənə bərəkətli ömür nəsib eləsin. Bu bərəkətin içində sadaladığım bütün ruzilər, nemətlər hamısı var. İnsanın ömrünə Allah bərəkət versə, insanın bir saatı o qədər uzanır, o qədər çoxalır ki, sən heç onu dərk eləmirsən. Deyirsən ki, bizim bugünümüz nə qədər bərəkətli gün oldu. Bəzən görürsən, insanın günü elə qutardı, elə bitdi, aradan getdi, heç nə elə bilmədim. Deyirsən, bugün hara getdi? Heç bir iş yerinə yetirə bilmədim. Demək olar ki, həmin gündə bərəkət əldə elə bilməmişik. Amma bəzən görürsən ki, bir günün içində o qədər işlər yerinə yetirirsən. O qədər xidmət edirsən, mütaliə edirsən, ibadət edirsən, dərs oxuyursan, dərs deyirsən, təbliğ edirsən, valideynə xidmət edirsən, insanlara xidmət edirsən ki, ən gözəl əməllərdən biri insanlara xidmət eləməkdir. Ariflərin içində olan, böyük şəxsiyyətlərdən olan Hafiz Şirazi ki, həm şair, həm də arifdir. Deyir, mənim üçün irfan yolunda ən üstün məqam budur ki, insanlara xidmət eləyək. İnsanların arasında ola-ola onlara xidmət eləyə-eləyə Allaha çataq. Allahın ziyafəti bu ayda bundan ibarətdir. Rəhmət, məğfirət, bərəkət əta elədi bizə. Sonra ardıca gətirir. Ardıca gətirir ki, bilin ki, ənfasukum fihi təsbih. Bu ayda sizin nəfəsləriniz zikir deməkdir. Allahu Ekber, elhamdülillah, subhanallah, təsbih götürmüşsünüz. Əlinizə elə bir ki, zikir deyilsiniz. Və nəvmukum fihi ibadə. Bu ayda sizin yatmağınız ibadətdir. Bundan gözəl bir süfrə. Buyurur ki, bu ayda hər kəs Qur'an-ı Kərimdən, o Qur'an-ı Kərim ki, Ramazanda onun baharıdır. Bu Qur'an-ı Kərimdən bir ayə oxusanız, Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Hər hansı bir ayəni oxusanız, elə bil ki, digər aylarda bir Qur'anı xətm eləmişsiniz. Siz ki, ey əziz mömin bacı və qardaşlarımız, siz ki, vaxt elə bilmirsiniz, iş görürsünüz, işə gedirsiniz, yorğun qaydırsınız. Bu aydan istifadə edin, bu fürsətdir. Bu bir fürsətdir. Demin ki, mən işləyirəm, mənim vaxtım yoxdur Quran oxumağa. Demin ki, mən Quran oxuya bilmirəm. Bismillah kəlməsini ki, bilirsiniz. Bacardığınız qədər Bismillah deyin. Kim hansı surəni, xırda suraları bilir, onları oxusun. Allah bir fürsət verir bizə, bir bəhanə verir bizə ki, biz bu fürsətdən dəyərli istifadə edək. Necə istifadə edək? Deyir ki, elə bir ki, digər aylarda bütün Qur'anı xətm eləmişsiniz. Onun savabını qazanmaq istəmirsiniz. Bilirsiniz, Qur'anı xətm eləməyin nə qədər savabı var?
O qədər səbəbi var ki, Həzrət Peyğəmbər qızı xanım Fatimə Zəhraya yatarkən buyurdu ki, qızım, Qur'anı xətm eləməmiş yatma. Dedi, atacan, necə mən Qur'anı gecə xətm edeyim yatım, ona vaxtım yoxdur. Deyir, qızım, Qul Huvəllah surəsini, İxlas surəsini 3 dəfə oxu, elə bir ki, Qur'anı xətm eləmirsən. Bunun savabını Allah sənə verir. Baxın, görün, Allahın nə böyük süfrəsidir. Böyük bir süfrədir. Yadıma düşdü İmam Həsən və İmam Hüseyin əleyhissalamın ilk oruç tutmaqları. İmam Həsən və İmam Hüseyin əleyhissalam xəstələnmişdilər. Peyğəmbər Həzrəti Cəbraildən ona nida gəldi və Həzrəti Peyğəmbər Həzrəti İmam Əli əleyhissalama xanım Fatimə Zəhra salamullah əleyhaya buyurdu ki, Allahın əmri budur ki, nəzr eləyin ki, əgər övladlarımız sağalsa, 3 gün oruç tutacağıq. Nəzir eləmək var. Nəzir çox gözəl bir şeydir. Nəzrin qaydası, qanunu var. İnsan deyir ki, lillahi əleyyə, Allaha xatir mənə vacib olsun. Əgər filan işim yerinə yetsə, mən məsələn 3 gün oruç tutacağım, 10 gün oruç tutacağım, 1 gün oruç tutacağım, qurban kəsəcəm. Müşküllərə düşəndə çalışın əzizlər, bu nəzirlərdən eləyin. Və nəzir eləyəndə də gərək Allahın adı dilə gəlsin, onda vacib olur. Vaxt qoymayın. Deyin ki, inşallah müşkülüm həll olanda mən bir qurban kəsərəm. Həzrət Əmir əl-Muminin və xanım Fatimə Zəhra salamullah əleyha da nəzir etdilər ki, övladlarımız sağalsınlar, 3 gün oruç tutacaq. Övladlar sağaldılar və 4'ü bir yerdə oruç tutdular. İmam Həsən və İmam Hüseyin əleyhissalamın ilk orucu idi. İftar vaxtı hamı yığıldı, o sadə süfrə başına, iftar başına. Bilirsiniz, Əmir əl-Muminin əleyhissalamın süfrəsi çox sadə idi. Bir xurmadan, bir neçə xurmadan, süddən, duzdan, çörəkdən ibarət olan bir süfrə idi. Bəzən xurma olardı, duz olardı çörək, bəzən xurma olardı, süd olardı çörək. Bu formada süfrə başına yığıldılar, istədilər, iftar açsınlar. Birdən qapı döyüldü. Xanım Fizzə qapıya yaxınlaşdı, qapı döyən. Kimsən? Dedi ki, mən miskinəm. Miskin, fəqirdən, yəni ehtiyaclıdan da vəziyyəti daha çətin olan bir şəxsdir. Heç bir şey yoxdur. Öz illik və gündəlik xərcini ödəyə bilməyən bir şəxsdir. Mən deyir, bu gecəlik yeməyim yoxdur. Süfrə başında oturan Həzrət Əmir əl-Muminin xanım Fatimə Zəhra, İmam Həsən, İmam Hüseyin əleyhissalam bugünkü iftarların gətirdilər, verdilər miskinə. Yenə də ac olaraq oruç tutdular. Sabahı gün iftar vaxtı yenə süfrə başına yığılmışdılar ki, birdən yenə qapı döyüldü. Qapı döyən kimsən? Cavab gəldi ki, mən yetiməm. Yetiməm, yeməyə heç nəyim yoxdur. Sizdən bir yeməklik, bir özümə, ailəmə, öz qarnımı doldurmağa, aclığımı doyuzdurmağa yemək istəyirəm. Peyğəmbərin bu ayda ən çox bizə tövsiyə elədiyi məsələlərdən biri yetimə ikram eləməkdir. Ki, Peyğəmbər Şabaniyə xutbəsində 2 dəfə buna işarə eləmişdi ki, yetimə gözəl davranın. Əgər yetimlə gözəl keçinsəniz bu ayda, təhənnənu ələ aytamillah, ütəhənnənu ələ aytamikum. Bu ayda yetimlərlə gözəl davranın ki, siz də ölsəz, dünyadan getsəz, sizin yetimlərinizlə də elə gözəl davransınlar. Hər kəs bu ayda yetimə ikram eləsə, Allah qiyamətdə onunla görüşən günü ona nələr ikram edəcək. Dedi, mən yetiməm, yenə süfrə başında oturan bu gözəl ailə
öz iftarlarını yetimə hədiyyə elədilər. Yenə də ac qaldılar. Nəzir ediblər, 3-cü gün oruç tutdular. 3-cü gündə iftar başında yenə qapı döyüldü. Gəldilər qapı arxasındakı, qapı döyən kimsən? Dedi, mən bir əsirəm və acam. Qarnımı doyuzmağa bir şeyim yoxdur. Bu ailə Peyğəmbərin bu bizə simvol olan, bizə nümunə olan ailəsi öz bugünlük iftarlarını da əsirə verdilər. Həzrəti Cəbrail Peyğəmbərə nazil oldu. Buyurdu ki, Allah belə bir ayə göndərdi və sənin bu ailənə belə bir nida elədi. وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا اِنَّمَا يُطْعِمُكُمْ لِحُبِّ اللّٰهِ Buyurdu ki, o taama, o yeməyə ehtiyacları olduğu halda öz yeməklərini bir gün miskinə, bir gün yetimə və bir gün də əsirə hədiyyə edən yalnız və yalnız Allah'a xatir edib və heç bir insandan heç bir gözləntisi yoxdur. İnnəmə yut'imukum lihubbillah. Allah'a sevdikləri üçün bunu əta elədilər. Və ayənin burası çox mühümdür ki, və yut'imunət ta'ama alə hubbihi. Özləri o yeməyi istədikləri halda, ona ehtiyacları olduğu halda. Budur ki, digər ayədə buyurur ki, lən tənalul birra həttə tunfiqu mimmə tuhibbun. İstəyirsiniz, xeyrə çatasınız. Bir, bütün xeyirlər deməkdir. Dünya və ahirətin nə qədər xeyri var, hamısı bu bir kəlməsində cəm olub. İstəyirsiniz, xeyrə çatasınız, yəni Allahın istədiyi bəndə olasınız. Onda nə? Neyinin? Lən tənalul bir. Heç vaxt xeyrə çatmazsınız bir haldan başqa. Hətta tunfiqu mimmə tuhibbun. İstədiyiniz şeyi infaq etmədikcə, istədiyiniz şeyi ona ehtiyacınız olduğu halda, ona eşq bəslədiyiniz halda, onu çox sevdiyiniz halda, o istədiyiniz şeyi əta etmədikcə xeyrə çatmazsınız. Baxın, əziz izləyicilər, əziz oruç tutub namaz qılanlar, əziz müsəlman bacı və qardaşlarımız, bu aydan yetərincə istifadə edək. Bu ayda çalışaq, birrə çataq. Bu ayda birrə, xeyrə çatmaq üçün bizim üçün Allahın süfrəsi açılıb. Çalışaq, bəzən o istəklərimizdən qəlbimizi qoparaq, ayrıla bilək. Əgər o istəklərdən, o nəfsani istəklərdən ayrıla bilsək, biz çox şeylərə çata bilərik. Bu ayda məhz elə onun üçündür. Bu ay bizim üçün təcrübə ayıdır ki, biz o istədiyimiz şeylərdən qəlbimizi qopara bilək, uzaqlaşa bilək. Onlar nədir? Bu ayda nəfsani istəklər, yemək, içmək ki, gün boyu ən çox ehtiyacımız olduğumuz və ən çox ona vaxt sərf etdiyimiz və cismimizin tələb elədiyi, nəfsimizin tələb elədiyi ilkin şeylər onlardır. Ona görə orucu batır edən ilkin şeylər elə yemək və içməkdir. Və ondan sonraki digər nəfsani istəklər. Onlardan gərək ayrılaq. Ayrıla bilək. Ona görə də biz bu ayda gərək bunu təcrübə edək. Bu ayda təcrübə etməklə digər aylarda bu işlər bizə asan olur. Digər aylarda da biz bu aylarda öz nəfsimizi Allahın halallarından uzaqlaşdırmaqla özümüzdə bir adət, mələkə deyilən bir kəlmə var. Özümüzdə bir mələkə, bir adət icad edir ki, digər aylarda da nəfsimizi haramlardan çəkindirək. Görün, nə gözəl bir cümlə oldu. Bu aylarda nəfsimizi halallardan çəkindirməklə nəfsimizi
adət edirik, nəfsimizə bir adət veririk ki, digər aylarda da əgər nəfsimiz haramları istəsə, onlardan çəkinək. Daha vaxtınızı çox almıram, bir dua edirəm və inşallah sizin əvəzinizdən niyyət edib Həzrət Musa ibn Cəfər İmam Kazım əleyhissalamın gözəl qızı və dürdana qızı bizim Bakının əvvəlində hərəmi olan xanım Həkimə xatunun bacısı İmam Rıza əleyhissalamın bacısı xanım Məsumənin ziyarətini oxuyaq ki, İmam Rıza tərəfindən bu ziyarətnamə bizə göndərilib və çox gözəl sözlərə malikdir ki, çox insanlar öz hacətlərini, diləklərini bu hərəmdə alırlar. Sizin də hər nə diləyiniz, hər nə hacətiniz varsa, bizi izlədiyiniz yerlərdən, direkt bölmələrindən yazın, verilən WhatsApp nömrələri ki var, onlardan yazın və biz sizin üçün hərəmdə dua edək və səhifələrdə sizin üçün müxtəlif mövzularda dini maariflənmələr qoyulur. Onlardan mütləq bacardığınız qədər istifadə edin. Bu ayda nə qədər istifadə etsək, o qədər yaxşıdır. Təsəvvür edin, bir xəzinə var və biz düşmüşük o xəzinəyə. Və deyirlər ki, bu xəzinədə nə qədər ləl, cəvahirat, qızıl, gümüş, hər nə var, bacardığınız qədər götürün. Biz də düşmüşük ora, halaldır, kim istəməz? Bizə icazə veririk, çalışırıq, hər nə bacarırıq götürək. Əlimizdə olan çantaları doldururuq, hissələrimizi doldururuq, ciblərimizi doldururuq. Hətta axırda görürük, artıq vaxtlı qapılar bağlanır, qucağımızı da doldururuq ki, buradan çıxanda bacardığımız qədər əli dolu çıxaq. Baxın, Ramazan ayına baxışımız gərək əzizlər, bu formada olsun. Ki, bacardığımız qədər buradan əli dolu çıxaq. Nə qədər bacarırıq, Quran, zikir, dua, gecəsindən, gündüzündən, istiğfarından, salavatından ki, Peyğəmbər buyurdu ki, bu ayda ən gözəl əməllərdən biri mənə salavat deməkdir ki, ən çox mənə salavat deyən bu ayda qiyamətdə əməl tərəzisi ağır gələn şəxsdir. Və ən gözəl əməl də Əmir el-Mömin soruşdu ki, bu ayda ən gözəl əməl nədir? Peyğəmbər buyurdu ki, əl-vərəu min məharimillah. Allahın haram buyurduğu şeylərdən çəkinmək. Allahı and verirəm, bu gözəl ayın, bu rəhmət, məğfirət və bərəkət dolu olan ayın hörmətinə, bu ayda nazil etdiyi Qur'anın hörmətinə, bu ay oruç olduğu üçün, biz oruç tuttuğumuz üçün bu qədər kəramətli, bu qədər üstün bir ay deyil. Xeyr, bu ayda Qur'an nazil olduğu üçün, Allahın kəlamı nazil olduğu üçün, Allahın vəhyi bəndələri nazil olduğu üçün, Allah bizlə bu ayda danışdığı üçün bu ay kəramətli və üstün ay qərar verilib. Ona görə Allah'a and veririk bu ayın hörmətinə, bu ayda nazil olan Qur'anın hörmətinə, bu ayda Qədir gecələrinin hörmətinə, bu ayın şəhidi Əmir el-Müminin Əli ibn Əbi Talibin hörmətinə, bu ayın ortasında mövludu olan məzlum ağamız İmam Həsən əleyhissalamın hörmətinə, bu ayda oruc tutanların, orucu həqiqi oruc tutanların, orucundan olanların hörmətinə, bu ayda heç bilmirik harda imsak edib, harda iftar edən Zəhra balası İmam Zamanın hörmətinə Allahı and veririk ki, bu ayın rəhmət, məğfirət və bərəkətindən bizlər binəsib eləməsin. Bu ayda ki, hədislərdə gəlib İmam Zaman ağanın zuhuru gerçəkləşər, Allahı and verir İmam Zaman ağanın haqqına, ağanın zuhurunu bu ayda inşallah tezləşdirsin və bizim gözümüzü Allahın höccəti İmam Zaman ağanın gözünə baxmaqla münəvvər qərar versin inşallah. Allah'a and veririk bu ayın hörmətinə. Xəstələrə şifa acil inayət eləsin. Həqiqətən də şəxsən istəyənlər olub,
pis xəstəliklər olanlar var. Həqiqətən də bir neçə nəfər bu ünvanda bizə müraciət ediblər. Bacılarımız, qardaşlarımız, mömin bəndələr, Allahın mömin bəndələri pis vəziyyətdədirlər. Bəziləri həqiqətən də həkimlər deyiblər ki, artıq bunun sayılı günləri var. Allah and veririk bu rəhmət ayına. O xəstələrə bu ayda rəhm eləyib onların ömrünü uzatsın. Onlara tezliklə şəfa nəsib eləsin. Bu ayda cavanlar üçün bir dua etmək istəyirəm. İlahi, sənə and verirəm bu ayın rəhmətinə, məğfirətinə, bərəkətinə. Cavanlarımızın yaşı artır, evlənməkdə çətinlik çəkirlər. İlahi, bizim cavanları bərəkətli ailə ilə, evlənməklə onların ömrünə bərəkət ver. İlahi, boşanmaların sayı artır, təəssüflər olsun. İlahi, bizə tövfiq ver ki, insanları maarifləndirməklə, onların əlindən yapışmaqla bu boşanmaqların qarşısında dayana bilək və boşanmaların sayı azalsın inşallah. Sağ olun, salamat qalın, əziz izləyicilər. İnşallah gələn proqramlarımızda görüşənədək. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.